6 ay əvvəl Bakıda və Abşeron yarımadasında yağan güclü yağıntılar şəhərdə ciddi fəsadlara səbəb olmuşdu. Yaşayış evləri, avtomobil tunelləri və yol qovşaqları suyun altında qalmış. Tunellərin birində isə faciəvi hadisə yaşamışdı. Rəsmi xəbərə əsasən, həmin vaxt yağış suyu ilə dolan tunellərin birində 2 nəfər həyatını itirmişdi. O vaxt paytaxtda düşən yağıntının miqdarı normadan 3 dəfə çox olmuşdu. Təəssüf ki, bugün də bənzər hava şəraiti yenidən müşahidə edilir. Güclü yağıntı nəticəsində Bakının bir sıra küçə və prospektlərini, həmçinin körpüləri su basıb, şəhərin bəzi hissələrində nəqliyyatın hərəkəti çətinləşib. Fövqəladə Hallar Nazirliyinin çevik müdaxiləsi nəticəsində bu dəfə ciddi faciə qeydə alınmayıb. Moderator, azad danışan Sabit Maliyyə Naziri İqtisad Elmləri doktoru Profesor Fikrət Yusifov bildirib ki, Bakıda bugün yağışdan sonra yaranmış acınacaqlı mənzərə heç kimi təəccübləndirmir. Yəni Bakı təbiətin hər hansı bir şıltaqlığına heç bir formada hazır deyil. Sual edilir, nədən normadan bir qədər artıq qar və ya yağış yağanda şəhər hər dəfə aciz duruma düşür? Belə vəziyyətlərə hazır olmamağımızın günahı kimdədir? Biz bu günahkarları yalnız bugün vəzifə başında oturanların arasında axtarmamalıyıq. Uzun illər şəhəri idarə edib, yollar və kommunikasiyalar çəkmiş, körpülər və tunellər salmış, keçmiş vəzifə sahibləri də bu məsələlərdə sorumlu olmalıdırlar. Əgər normadan bir qədər artıq yağan yağışla bir tunel su ilə dolub daşırsa, bu tunelin tikintisinin üzərindən neçə ilin keçməsindən asılı olmayaraq onu inşa edənləri tapıb, onlardan hesab sormaq lazımdır. Yusifov bildirib ki, vaxtilə müstəqil bir qurum kimi fəaliyyət göstərmiş Nəqliyyat Nazirliyinin xətti ilə Bakı şəhərində tikilmiş tunellər, yeraltı keçidlər, asma körpülər indi bərbad vəziyyətdədir. Səbəbi isə bu layihələrə ayrılan pulların böyük bir hissəsi dağıdılaraq mənimsənilmiş və o səbəbdən layihələr çox aşağı keyfiyyətlə icra edilmişdir. Bakı şəhərində mövcud olan və həmin dövrdə inşa edilmiş yeraltı keçidlərin demək olar ki, heç biri mövcud standartlara uyğun tikilməyib. Onlarda elevatorların 90%-dən çoxu işləmir və s. Əmin layihələrə dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitlər hesabına belə bir xidmət obyektləri tikmiş yaramaz məmurlar isə indi sakitcə oturub oğurladıqları pulları idarə edirlər.